Bir bağlantımız var, mövzunu müzakirə edəcəyik. Elə az əvvəl də mən bir məlumat vermişdim ki, Bakıda Yasamal rayonunda yanğın baş verib və hazırda hadisə yerində əməkdaşımız var, Zeynəb Müzəffərli. Zeynəb, ən son məlumatları sizdən eşidək ki, yanğın söndürüldü mü? Hər vaxtınız xeyir olsun Sabir. Bəli, sizin də qeyd etdiyiniz kimi biz hazırda Həsən bəy Zərdabi küçəsində, daha dəqiq desək Qələbə dairəsində və burada çox mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar ən son informasiyaları ötürməyə çalışırıq və diqqətinizə çatdırmaq istəyirəm ki, hələ ki yanğının detalları ilə bağlı məlumat hələ ki açıqlanmayıb, amma hazırda elə kadrlardan da görürsünüz ki, təxliyə prosesi gedir və son informasiyalara görə hələ ki xəsarət alan olmayıb və ümid edirik ki, heç xəsarət alan olmaz və mən istərdim ki, yanğının digər detalları ilə bağlı informasiyaları sizə çatdırım. Belə ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə yanğınla bağlı məlumat Nazirliyin 112 qaynar telefon xəttinə daxil olub və məlumat daxil olan kimi əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunur. Həmçinin siz burada Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin əməkdaşlarının, daha dəqiq desək təbin əməkdaşlarının da burada olduğunu görürsünüz və təxliyə olunan insanlara ilkin müdaxilə həyata keçirilir, ilkin tibbi müdaxilə həyata keçirilir. Mən detalları bir daha diqqətinizə çatdırmaq istəyirəm. Hadisə yerində yanğının tam söndürülməsi və alovun ətraf ərazilərə keçməsinin qarşısının alınması istiqamətində intensiv tədbirlər davam etdirilir. Elə görüntülərdən də görürsünüz. Əraziyə bir neçə yanğın söndürən texnika və canlı qüvvə cəlb olunub. Bununla yanaşı vurğulamaq istəyirəm ki, hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib. Belə gördüyünüz kimi ərazi polis əməkdaşları tərəfindən də nəzarətə götürülüb, vətəndaşların təhlükəli zona yaxınlaşmasına məhdudiyyət qoyulub. Hazırda ən vacib məsələ yanğının tam lokallaşdırılması və mümkün risklərin aradan qaldırılmasıdır. İlkin məlumatlarda yanğının baş vermə səbəbi və hər hansısa bir vurğuladığımız kimi xəsarət alan şəxslərin olub-olmaması barədə hələ ki rəsmi açıqlama yoxdur, amma bu istiqamətdə də araşdırmaların aparıldığı bildirilir və yanğın tam söndürüldükdən sonra Fövqəladə Hallar Nazirliyi bu barədə ətraflı məlumatı ictimaiyyətə açıqlayacaq. Sabir, hələ ki hadisə yerindən ən son informasiyalar bunlardan ibarətdir. Biz sözü yenidən sizi ötürürük.